15 yaş dövrü, 12, Yox. 18, yox, 6-11. Bəli, ümumi qrup atılıb. Sizin qrupda da vardı. Aha, 6-11 idi. Yaxşı, bəlkə kimlərdə daha çox inkişaf eləyirdi? Bilmədim onu. Qadınlarda daha çox yaxşı inkişaf eləyirdi, kişilərdə? Qadınlarda daha yaxşı inkişaf eləyirdi. Əzələ gərginliyindən boşala bilmə vəziyyətinə keçirə bilmə bacarığı hansı hərəkət qabiliyyətinin təzahür amilidir? Gəl də dərs anam. Bəgin. Qəşəng, bəqincidir. Yox, boşalda bilmə vəziyyətinə keçirə bilmə bacarığı. Bəq deyil. Boşalma. Bəq bilirdim axını. Bilmədim, ay müəllim onu. Baxın, boşala bilmə vəziyyəti nə olacaq? Sürət, sürət güc. Gün vaxtı nəyə aiddir? Bəqə. Aha, sonra bəqə aiddir. Sonra gəldik nəyə? Görürüm ay müəllim. Antigonus və singes nəzərlərin koordinasiyası nəyə aiddir? Antigonus və singes nəzərlərin koordinasiyası. Sürət gücə. Antigonus və singes əzəllərin koordinasiyası niyə qüvvə olmur? Ha, yəni, bildiyim şeydir yaddan. Hə, valla. Bərpa prosesinin sürəti nədir anam? O bərpa bəqdir. Dözümlük. Yox, dözümlük. Dözümlükdür. Aha. Nə bilim valla. Dözümlüyün komponentlərini də görüm anam. Dözümlüyün komponenti, ümumi dözümlüyü, surət dözümlüyü. Aha, dözümlüyün növləri hansılardır? Dözümlüyün növləri. Ümumi xüsusi. ISO, ümumi xüsusidir. Xüsusi dözümlük hansı rejimdə yerinə yetirilirdi? Xüsusi dözümlük. Anaerob hansı rejimdir? Maksimaldır, aşağıda, ortadır? Anaerob maksimalda öyle anəlim. Aha, anaerob olacaqdı nə? Maksimal. Maksimal. Aha, hansı intensitet yerinə yetirilir sualın cavabı nə idi? Maksimal intensitet, düzdürmü? Sonra gəldik nəyə? Bəs aerob oksigenlidir, oksigensizdir? Oksigenli. Qəşəng, oksigenlidir. Velosiped sürmək. Ümumidir, xüsusi. Hə? Ümumi dözümlüdür. Dərəli təpəli yerlərdə qaçışlar nələrdir? Ümumidir müəllim, ümumi. Dözümlüyün əlverişli yaş dövrü neçə? Göcüyü hardan vereyim ha?